Salam, xoş gəlmisiniz. Bugün sizinlə çox tanış, amma heç vaxt izah olunmayan bir hadisədən danışacaq. Bəzi insanların çorabı necə olur ki, həmişə yoxa çıxır. Bəli, bəzi bürclər var ki, çorab itirmək onların həyat tərzidir. Gəlin ən çox çorab itirən bürclərə bir baxaq. Əkizlər həyatını elə sürətlə yaşayır ki, onların çorabı belə bu ritmə çata bilmir. Bir corab ayağındadır, o biri isə hardadır. Bunu əkizlərin özü belə bilmir. Onların otağında çorabı hər yerdə tapmaq olar. Divan arxasında, paltar maşının üstündə, bəzən isə heç gözləmədiyim bir kitabın içində. Niyə? Çünki əkizlər bir işi görərkən beynində artıq başqa fikir olur. Bir corabı çıxarır, deyir, sonra yerinə qoyaram, amma o sonra heç vaxt gəlmir. Əkizlərin həyatında corablar demək olar ki, qeyri-sabit münasibətdə yaşayır. Tərəzi bürcü, tərəzilər gözəlliyi çox sevir. Geyindiyi hər şeyin bir-biri ilə uyğun olmasını istəyir. Amma çox qəribədir ki, ən çox da bir tay corabı tapan məhz onlardır. Tərəzi geyinib evdən çıxanda bir anda hiss edir ki, ayağında iki fərqli corab var. Amma artıq gecdir. Tərəzi üçün əsas olan görünüşdür. Amma corab dünyasında balans yaratmaq onlar üçün çox çətindir. Səbəb nədir? Çünki tərəzilər paltarı seçəndə o qədər vaxt sərf edirlər ki, corabın taliyi artıq ikinci plana keçir. Corab itməkdən yorulur. Balıq bürcü. Balıqlar üçün corab sadəcə corab deyil. Bəzən evdə tapdığın bir tək corabdan başqa heç nə çıxmır. Çünki balıq hər şeyi duyğularla yaşayır və düşüncələri dalanda corabları çıxarıb bir kənara qoyur. Balıq bürcü ümumiyyətlə dünya ilə öz arasında bir pərdə saxlayır. Hisslərlə yaşayır, düşüncələrə dalır, xəyal qurur, corab da bu prosesdə itər. Ən pis tərəfi odur ki, balıq corabını itirdikdən sonra belə bəlkə də corab getmək istəyirdi kimi romantik bir səbəb tapır. Ox atan bürcü, ox atan o qədər sərbəst və rahatdır ki, corabı itirmək onun üçün faciə deyil. Hətta deyərdim ki, ox atan üçün normal bir gündür. Ox atan tez-tez səyahət edir, evdən tez çıxır, tez də qayıdır, tələsik geyinir və corabın biri tapılmazsa problem deyil. Ox atan üçün həyat macəranın özü. Corab isə bir detal. Ox atan bəzən bir ayağında corab olur, bir ayağında yox. Hətta bununla da özünə gülməyi bacarır. Dolça bürcü. Dolça fərqli düşünür, fərqli yaşayır və fərqli itirir. Onlarda çorabın itməsi digər bürclər kimi deyil. Onların çorabı ya yeni kəşf etdiyi bir qutunun içindən çıxır, ya da heç olmadığını düşündüyüm bir çantada. Dolça bürcü dünyaya başqa cür baxdığı üçün evdəki sistem də başqadır. O sistemdə çorabın konkret bir yeri yoxdur. Buna görə də dolçada corab tapmaq, tarix tapmaqdan çətindir. Corabı itirmək bəzən gülməli, bəzən sirli bir hadisə kimi görünür. Amma əslində bu bürcün xarakteri ilə çox bağlıdır. İkizlər sürətinə görə, tərəzi diqqətsizliyinə görə, balıq xəyallarına görə, ox atan rahatlığına görə, dolça isə sistemsizliyinə görə corablarını itirir. Bəs siz hansı bürcdəsiniz və ən əsası öz corabınızı tapa bilirsinizmi? Videonu bəyəndinizsə abunə olun və növbəti videoda hansı mövzunu görmək istədiyinizi yazın.